Novruz bayramı hər kəs üçün böyük sevinç və əhəmiyyət kəsb edir. Bu bayramın sevincini həm uşaqlar, həm də böyüklər hiss edir. Novruz təbiətin oyanışını, yenilikləri və yeni başlanğıcları simvolizə edir. İnsanlar bu gün də bir-birinə yaxşılıq arzulayır. Bayram süfrələri qurulur və ailəvi dostluq münasibətləri daha da möhkəmləndirilir. Novruzun gətirdiyi bu ümumi sevinclə insanlar həm də adət-ənənələri yaşadır, milli dəyərləri təbliğ edir və təbiətə olan sevgilərini ifadə edirlər. Həmçinin Novruz bayramı müxtəlif mədəniyyətlərdə müxtəlif formalarda qeyd edilsə də, ümumi olaraq insanlar arasında birlik və əmin-amanlıq hissi yaradır. Bugün Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkda ümumrayon tədbiri keçirilib. Novruz bayramına həsr olunmuş tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, idarə müəssisə rəhbərləri, şəhid ailələri və bir sıra insanlar iştirak ediblər. Çıxış edən hər kəs bu günün əsas mahiyyətindən söhbət açaraq bu gözəl gündə xalqımıza uzun ömür, firavan həyat arzulayıb. Əziz Azərbaycan xalqı, bayramınız mübarək olsun. Bax, bu kimi igidlərimizin sayəsində bugün Novruz bayramını qeyd edirik. Bugün Azərbaycanımızın milli bayramıdır. Axır çərşənbəmizdir. Qarşıda Novruz bayramı gəlir, il təhvil olur. Mən bu gün münasibətilə ölkə başçımızı, şəhid ailələrini, qazilərimizi, vətənimizin bütün övladlarını bu münasibətlə təbrik edirəm. Hər kəsə möhkəm can sağlığı, ruzi, bərəkət, ölkəmiz həmişə əmin-amanlıqla olsun, müharibə olmasın, bir də şəhid gəlməsin ölkəmizə. Mən bütün xalqımızı bu gözəl bayram münasibətilə təbrik edirəm. Bu müqəddəs bayram gəlir qarşıdan, Ramazan bayramı, onun münasibətilə, Novruz bayramı münasibətilə xalqımızı təbrik edirəm. Azad və gözəl xalqımız var. Başda cənab prezident olmaqla, Mehriban xanım olmaqla arz edirəm ki, bu il necə uğurlu keçdisə, bundan sonraki illərimiz bundan da uğurlu keçsin. Xoşbəxtlik və can sağlığı arzulayıram. Möhtəşəm tədbirdə Kosa, Keçəl iştirak edib. Həmçinin ton qalqalanıb. Hər kəs bu möhtəşəm günün gözəlliyini sevinclə yaşayıb. Abşeronda Novruz bayramı hər il böyük coşqu ilə qeyd olunur. Novruz Azərbaycan xalqının ən əzəmətli bayramlarından biri olaraq təbiətin oyanışını, həm də yeni ilin başlanğıcını göstərir. Abşeronda bu bayramın qeyd olunması çərçivəsində müxtəlif mədəniyyət tədbirləri, konsertlər, sərgilər və ailəvi yığıncaqlar təşkil olunur. Həmçinin Novruz bayramına xas olan adət-ənənələr, o cümlədən atəş yandırma və yumurta döyüşləri, müxtəlif milli yeməklərin hazırlanması, kənd yerlərində və şəhər mərkəzlərində insanların bir araya gəlməsi doğrudan da böyük birlik və bərabərliyi göstərir. Möhtəşəm tədbir tonqal qalandıqdan sonra konsert proqramı ilə davam etdirilib. Həmçinin bizə qələbə yaşadan qazilərimiz də bugünkü tədbirdə böyük zövq ilə iştirak edirdilər. Məktəblilərin al-alvan geyinməsi, müəllimlərin iştirakı, bir sözlə burada iştirak edən hər kəsin üzündəki sevinc əsl bayram abu havasından xəbər verirdi. Cəmilə Nəsir qızı, Kamil Quliyev bugün informasiya proqramı üçün.